Abşeron yarımadası həm də neftin istehsal olunduğu tarixi məkanlardan biridir ki, son 150 ildə 2000-ci illərin əvvəlinə qədər neft istehsalında heç bir ekoloji standarta əməl edilməyibdi. Bu isə Abşeron yarımadasında 30 min hektardan çox torpağın çirklənməsinə gətirib çıxarıb. Hal-hazırda dünya əhalisinin təxminən 60%-dən çoxu şəhərlərdə yaşayır və dünyada istehsal olunan bütün məhsulların 80%-ə qədəri deməli şəhərlərdə istehlak olunur. Bu əlbəttə ki, çox böyük bir stres, çox böyük bir ağırlıq yaradır. Əvvəla onu deyim ki, şəhərlər bu gün istixana qazlarının və çirklənmənin əsas mənbələridir. Bu niyə belə olur? Çünki burada olan istehsal müəssisələri, burada yandırılan enerji, burada istifadə olunan nəqliyyat və burada istehlak olunan məhsullar kənd yerlərinə nisbətən qat-qat çoxdur. Və insanların həyat tərzi sanki bir istehlaka istiqamətlənmiş həyat tərzidir. Məhz buna görə də atmosferə atılan istixana qazlarının və çirkləndiricilərin təxminən 80%-ə qədəri də şəhərlərin payına düşür. Buna görə şəhər yerləri iqlim dəyişmələrinin formalaşmasında, iqlim dəyişmələrinin yaranmasında əsas rola malik ödürlər. Çünki şəhərlərdə atılan istixana qazları atmosferdə istixana effekti yaradır və beləliklə də yer kürəsinin istilik balansı pozulur. Bundan başqa şəhərlər həm də bir istilik adalarıdır. İstənilən bir şəhər, istənilən bir böyük şəhər ətraf ərazilərə nisbətən daha isti temperaturlara malik olur. Bu həm bərk örtüklər, asfaltın hesabına baş verir, həm də şəhərdə istifadə olunan deməli əlavə istilik ayrılmaları hesabına baş verir ki, bu da enerji yandırılmasına görə deməli başa gəlir. Şəhər yerləri bu baxımdan insanların çox yaşadığı bir yerlər olmaqla yanaşı, təhsil müəssisələrinin, iş yerlərinin çox olması ilə yanaşı həm də bir stres və bir çətinlik mənbəyinə çevrilməkdədirlər. Biz şəhər deyəndə daha çox Avropa şəhərləri bizim gözümüzün qabağına gəlir. Bakının nisbətən daha yaxşı təşkil olunmuş əraziləri gözümüzün qabağına gəlir. Amma elə şəhərlər vardır, orada 15-20 milyon əhali yaşayır. Burada su ilə təminat, enerji ilə təminat çox kritik bir həddədir. Atmosfer havası çox çirklidir və bu şəhərlərdə yaşayış həddindən artıq ağırdır. Bəs məhz buna görə də şəhər yerləri həm də iqlim dəyişmələrinin təsirinə münasibətdə çox zəif bir yerlərə çevrilir. Yəni istilik dalğaları bayaq dediyim kimi burada baş verir, daşqınlar burada baş verir, su ilə təchizat burada çox pis olur, enerji və qida ilə təchizatın keyfiyyəti məhz şəhər yerlərində daha aşağı səviyyədə olur ki, bu da ümumilikdə insan həyatını çox deməli təhlükəli bir yerə qoyur. Şəhərlərdə tullantıların idarə olunması çox çətinləşir. Xüsusilə bu gecəqonduların olduğu şəhərlərdə daha ağır bir problemə çevrilməkdədir. Gecəqondulaşma Asiyanın, Afrikanın, Latin Amerikasının əksər şəhərləri üçün xarakterik bir hadisədir. Bu hadisə insanların kənd yerlərindən özbaşına heç bir planlaşdırma olmadan kütləvi köçü nəticəsində baş verir. Onlar şəhərə gəlirlər və şəhərin ətrafında özlərinə məxsus olan sığınacaqlar, əgər bunlara ev demək də mümkün olmur, bəzən sığınacaqlar tikirlər və təbii ki, burada heç bir planlaşdırma olmur. Burada su ilə təminat, enerji ilə təminat, istiliklə təminat çox aşağı səviyyədə olur və yaxud heç olmur. Amma buna baxmayaraq insanlar burada məskunlaşırlar və əlavə problemlərin yaranmasını gətirib çıxarır bu. İlk növbədə tullantı problemi, atmosfer havasının çirklənməsi belə ərazilərdə yaşayışı çox ağır edir. Məhz buna görə də şəhərlərin inkişafında dayanıqlı şəhər, yaşıl şəhər konsepsiyası daha çox gündəmə gəlməkdədir ki, burada insan həyatını mümkün qədər deməli daha yaxşı etsin, daha rəvan bir şəkildə deməli nizamlaya bilsin. Dayanıqlı şəhər deyəndə biz nəyi nəzərdə tuturuq? Dayanıqlı şəhər elə bir şəhərdir ki, orada insanlar bütün xidmətlərlə yaxşı təmin olunurlar.
tullantılar yaxşı idarə olunur, havanın keyfiyyəti yüksək səviyyədə olur. Burada yaşıl ərazilər çoxdur. İctimai nəqliyyat çox yüksək bir şəkildə inkişaf etmişdir. Bütün bu dediyim deməli xüsusiyyətləri dayanıqlı şəhərlərə deməli aid etmək mümkündür. Və bu şəhərlər adətən müəyyən bir planlaşdırma hesabına deməli yaranır. İlk növbədə burada əlbəttə ki, tikintilərin müəyyən bir forma üzrə deməli tikintilərin müəyyən bir plan üzrə tikilməsi çox vacibdir ki, yollar burada geniş olmalıdır. Burada deməli tıxacların əmələ gəlməsinə gələcəkdə imkan verən amillər minimuma endirilməlidir. Burada piyada səkiləri çox geniş olmalıdır və bütün dayanıqlı şəhərlər üçün bu gün nümunə kimi göstərə biləcəyimiz Amsterdam, Berlin, Kopenhagen, Singapur kimi şəhərlər üçün ümumi bir xüsusiyyət var. İctimai nəqliyyatın çox yüksək bir şəkildə inkişaf etməsi. Bu şəhərin, dayanıqlı şəhərin, yaşıl şəhərin əsas xüsusiyyətidir. İctimai nəqliyyat hansı bir şəkildə inkişaf edilməlidir? O şəkildə inkişaf edir ki, şəhərdə mövcud olan şəxsi avtomobillərdən istifadə minimuma enir. İndi biz Bakının vəziyyətinə baxsaq, bugün fərdi avtomobillər çoxdur və yaxud digər biz Asiya şəhərlərinə baxsaq, Dehli kimi şəhərlərə baxsaq, orada insanlar daha çox fərdi nəqliyyat vasitələrindən istifadə etməyə üstünlük verirlər. Bu nəyin hesabına başa gəlir? Əgər problemlər ümumi bir şəkildə həll olunmursa, mərkəzləşmiş bir şəkildə idarə olunmursa, insanlar fərdi həllərə üstünlük verirlər. Fərdi həllin yolu isə fərdi nəqliyyat vasitəsindən keçir. Bu motosiklet ola bilər, fərdi avtomobil ola bilər. Məsələn, Azərbaycanda insanlar daha çox fərdi avtomobilə üstünlük verirlərsə, Dehli kimi, kütlə kimi şəhərlərdə daha çox motosikletlərdən istifadə olunur. Ki bu da insanların belə deyək, mərkəzdən problemin həllini görmədikdə öz şəxsi həllərini ortaya qoyması deməkdir. Bəli, ictimai nəqliyyatın səviyyəsi o dərəcədə yüksək olmalıdır ki, insanlar şəhərdə bir məntəqədən digər bir məntəqəyə gedəndə istər-istəməz fərdi avtomobillə müqayisədə olduğundan daha rahat getsinlər və daha belə deyək, tez həmin əraziyə çata bilsinlər. Bundan ötürü nə lazımdır? Təbii ki, geniş yollar, yeraltı nəqliyyat, metro nəqliyyatı və yaxud xüsusi dizayn olunmuş tramvay və yaxud avtobus nəqliyyatı lazımdır ki, insanlar çox asanlıqla öz yerlərini dəyişə bilsinlər. Çünki fərdi həllər, məsələn, fərdi avtomobillər bizim üçün müəyyən çətinliklər yaradır. Bu ilk növbədə avtomobillərin saxlanılması ilə bağlıdır, yanacağın sərfiyyatı ilə bağlıdır. Fərdi avtomobillərdə yanacaq sərfiyyatı çox olur, atmosferə atılan çirkləndiricilər çoxalır, istixana qazları çoxalır. Eyni ilə parklanma ilə bağlı problemlər yaranır. İnsanlar əlavə xərclərə məruz qalırlar. Amma ictimai nəqliyyatda bu problemlər olmur. Dayanıqlı şəhərlərin digər bir xüsusiyyəti isə əlbəttə ki, yaşıl ərazilərin çox olmasıdır. İstənilən bir şəhər yerində yaxınlıqda olan ayaq məsafəsi ilə gedilə bilən bir park olmalıdır. Ki, insanlar heç bir nəqliyyatdan istifadə etmədən vaxtlarını həmin yaşıl ərazilərdə keçirsinlər. Hətta elə şəhərlər vardır ki, orada biomüxtəlifliyin dəstəklənməsi üçün də müəyyən sığınacaqlar, yaşıl sığınacaqlar dizayn olunur ki, quşlar, digər xırda məməlilər, məməli heyvanlar, hətta bəzi iri məməli heyvanlar orada rahat yaşaya bilsinlər. Məhz bu baxımdan yaşıl ərazilərin və piyada səkilərinin rolu çox böyükdür ki, İnsanlar 15-20 dəqiqə ərzində olan məsafələrə ayaqla getməyə üstünlük versinlər və heç bir nəqliyyatdan istifadə etməsinlər. Bunlar olmadıqca əlbəttə ki, vəziyyət çox çətinləşir və zəncirvari bir şəkildə biz problemin daha da kəskinləşdiyini görürük. Dayanıqlı şəhərlərin digər bir xüsusiyyəti isə təmiz sudan istifadə məsələləridir. Bu çox vacibdir. Bugün dünyanın əksər şəhərlərində, hətta inkişaf etmiş ölkələrində belə təmiz sudan istifadə məsələləri çox ciddi bir problem kimi ortalığa çıxır. Yəni, istənilən bir ərazidə insanlar suyu birbaşa mərkəzləşdirilmiş yerdən yox, məhz qablaşdırılmış
bir şəkildə almağa üstünlük verirlər. Çünki krandan gələn su birbaşa içmək üçün yararlı olunur. Bu suyun keyfiyyətinin aşağı olması ilə bağlıdır. Hətta əgər bu su təmizlənibsə belə şəbəkələrdə yenidən çirklənir. Ona görə də təmiz suyun insanlara çatdırılması, verilməsi əlavə problemlər yaradır. Plastik qabların istər-istəməz artmasına gətirib çıxarır və bu da ona səbəb olur ki, insanlar təmiz su üçün daha çox pul verirlər və daha çox tullantılar yaranır. Məsələn, plastik qablarda satılan ən ucuz suyun qiymətini biz krandan gələn su ilə müqayisə etsək 500, bəzi hallarda isə 1000 dəfə bahadır. Lakin insanlar məcburən bu deməli ödənişləri edirlər. Başqa bir məsələ isə əlbəttə ki, tullantıların idarə olunması ilə bağlıdır. Deməli, tullantıların idarə olunması dayanıqlı şəhərlərin əsas xüsusiyyətlərindən biri olmalıdır. Bu zaman birincisi istehlakçılar yüksək ekoloji məlumatlanma səviyyəsinə malik olmalıdırlar. Onlar savadlı olmalıdırlar ki, mümkün qədər az tullantı yaratsınlar. Bu çox vacibdir. İkinci məsələ isə tullantıların lazımi qaydada çeşidlənməsidir. Əgər biz tullantıları lazımi qaydada çeşidləsək, onların idarə olunması bir xeyli asanlaşar və beləliklə də mövcud problemlər yaranmaz. Burada biz bir məsələyə fikir verməliyik ki, tullantıların daha çox yaranmasının qarşısını almaq üçün vətəndaş məsuliyyəti çox vacibdir və bu işlə məşğul olan təşkilatlar əlbəttə ki, yerli vətəndaş cəmiyyəti institutları ilə sıx işləməlidirlər və müxtəlif, belə deyək, məlumatlandırma, maarifləndirmə tədbirləri həyata keçirməlidirlər. Dayanıqlı şəhərlərdə əlbəttə ki, havanın keyfiyyəti xüsusi bir məsələdir. Bəzi hallarda, bayaq dediyim kimi, havanın keyfiyyətini pisləşdirən əsas mənbələr avtomobillər və sənaye müəssisələrdir. Digər bir halda isə tullantılar pis idarə olunur və bir çox hallarda isə deməli tikintilər düzgün aparılmır ki, bu da havanın keyfiyyətinin aşağı olmasına səbəb olur. Ümumiyyətlə, hər bir şəhər üçün xüsusi bir baş plan tərtib olunur. Şəhərin inkişaf planında gələcəkdə hansı işlərin görüləcəyi və hansı işlərin nəzərə alınması deməli mühüm bir məsələ kimi ortalığa qoyulur. Bugün biz hələlik Bakı şəhərini belə deyək, tam dayanıqlı şəhər adlandıra bilmərik. Bakı şəhərində yaranan problemlərin çoxu son 30 ildə Bakıda gedən gecəqondulaşma ilə bağlıdır ki, bunun əsas kökü Qarabağ probleminə gedib söykənir ki, bizim 12 rayon işğal olundu, Qarabağ və oradan gələn insanlar əsasən Bakı və Abşeron yarımadasında yerləşdilər. Bu isə müəyyən mənada həyat şəraitini bir xeyli pisləşməsinə səbəb oldu. Gecəqondulaşma sürətlə getdi. Digər bir tərəfdən Abşeron yarımadası həm də neftin istehsal olunduğu tarixi məkanlardan biridir ki, son 150 ildə mən deyərdim ki, burada 1850-ci ildən başlayaraq təxminən 2000-ci illərin əvvəlinə qədər neft istehsalında heç bir ekoloji standarta əməl edilməyibdir. Bu isə Abşeron yarımadasında 30 min hektardan çox torpağın çirklənməsinə gətirib çıxarır. Bugün müxtəlif dövlət proqramları vasitəsilə həm tullantıların idarə olunmasını yaxşılaşdırmaq üçün, həm neftli ərazilərin təmizlənməsi üçün, həm də Abşeron yarımadasında olan göllərin təmizlənməsi üçün müxtəlif deməli tədbirlər həyata keçirilir ki, bunun nəticələrini yəqin ki, biz yaxın 5-10 ildə görəcəyik. Sadəcə şəhər planlaşmasında mühüm bir məsələni də deməklə fikrimi yekunlaşdırıram ki, biz bugün planlaşdırmada etdiyimiz hər hansı bir səhv gələcəkdə daha ağır xərclərin yaranmasına, daha ağır problemlərin yaranmasına və bu həllərin daha çətin olmasına gətirib çıxarır.